Salam, mən Əliyeva Əfsanə, övladım Sadıqzadə Ömərəli həyətdə oynayarkən ehtiyatsızlıqdan velosipeddən yıxılmışdır. Sol qolunda, dirsək nahiyəsində ciddi sınıqlar əmələ gəlmişdir. Biz ilkin olaraq Mərkəzi Gömrük Hospitalına müraciət etdik. Burada bizi doktor Müseyib Əhmədov qarşıladı və ilkin müdaxilələr olundu. Uşağın hansı prosedurlardan keçmək lazımdır, hər biri yerinə yetirildi. Həmən günü biz təcili olaraq uşağı əməliyyata götürdülər. Bunun üçün də mən bir valideyn olaraq özümə borc bilərək Mərkəzi Gömrük Hospitalının baş həkimi olan Bəxtiyar Musayevə və yenə də əməliyyatı icra edən doktor Müseyib Əhmədova çox dərin təşəkkürümü bildirirəm. Hər iki doktorla yanaşı Mərkəzi Gömrük Hospitalının bütün əməkdaşlarına, burada fəaliyyət göstərən bütün həkimlərə, tibbi personalın hər birinə çox dərin təşəkkürümü bildirirəm.